sərbəstdik. Biz heç kəsdən asılı deyilik. Biz özümüz öz taleyimizin sahibiyik. Mənim üçün öz həyatımdan, öz canımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədiyyət etməkdir. Əziz müəllimlər və şagirdlər, bugün biz xalqımızın tarixində mühüm yer tutan bir günü Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası gününü qeyd etmək üçün toplaşmışıq. 18 oktyabr 1991-ci il Azərbaycanlıların 100 illərlə arzuladığı azadlıq yolunun rəsmi başlanğıcı, dövlətçiliyimizin bərpası günüdür. Bugün biz azad, müstəqil, qalib Azərbaycan Respublikasında yaşamağın qürurunu hiss edirik. İndi isə hamınızı Azərbaycan Respublikasının dövlət himnini səsləndirməyə dəvət edirik. Vətənimizin müstəqilliyi, azadlığı, suverenliyi uğrunda qurban getmiş şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edək. Allah rəhmət eləsin. Azərbaycan ilk dəfə 1918-ci ildə Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə Azərbaycan Xalq Cümhuriyyəti şəklində müstəqil olmuşdur. Lakin Cümhuriyyət cəmi 23 ay yaşaya bildi. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. 1991-ci ildə Sovet İmperiyası dağıldıqdan sonra xalqımız müstəqilliyinə qovuşdu. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının sessiyasında Azərbaycanın dövlət müstəqilliyi haqqında konstitusiya aktı qəbul olundu. Bugün Azərbaycan beynəlxalq aləmdə güclü, qalib dövlət kimi tanınır. Prezidentimizin rəhbərliyi ilə ölkəmiz inkişaf edir, azadlıq yolunda möhkəm addımlayır. 8-ci sinif şagirdlərinin ifasında Çırpınırdı Qaradəniz mahnısını dinləyək. Çırpınırdı Karadeniz
Baxıb Türk'ün bayrağına, çırpınırdı qara dəniz. Baxıb Türk'ün bayrağına, ah ölmədən bir görsəydim, düşə bilsən torpağına. Ah ölmədən bir görsəydim, düşə bilsən torpağına. Sırmalar sarsan koluna, İnciler düşsen yoluna. Sırmalar sarsan koluna, İnciler düşsen yoluna. Fırtınalar dursun yana, yol ver Türk'ün bayrağına. Fırtınalar dursun yana, yol ver Türk'ün bayrağına. Kafkaslardan aşmışık biz, Türklü yaşam katmışık biz. Kafkaslardan aşmışık biz, Türklü yaşam katmışık biz. Azerbaycan bayrağını Qarabağdan asmışık biz. Azerbaycan bayrağını Qarabağdan asmışık biz. Türk'ün şanlı bayrağını Turan elde asmışık biz. Türk'ün şanlı bayrağını Turan elde asmışık biz. 44 günlük Vətən müharibəsində qazandığımız qələbə müstəqilliyimizin əsl təsdiqidir. Bu gün biz müstəqil, qalib və azad bir Azərbaycanda yaşayırıq. Müstəqillik sadəcə bir tarix deyil, bizim gələcəyimizdir. Gəlin bu azadlığı qoruyub daha da gücləndirək. 4A sinif şagirdlərinin ifasında rəqsə tamaşa edək.